Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Xırdalan şəhərin mərkəz hissəsində düz icra hakimiyyətinin yaxınlığı, bir nömrəli məktəbin yanı, yəni yolun bu tərəfi binadır, yolun o tərəfi bir nömrəli məktəbdir. Çıxarışlı 3 otaqlı, orijinal 3 otaqdan söhbət gedir və tam əşyalı olaraq bir mənzil çəkib sizə təqdim edirəm. Qeyd edim ki, mənzil şəxsi yaşayış üçün ideal olaraq təmir edilmiş bir mənzildir. 4 mərtəbəli binanın 3-cü mərtəbəsidir. Çıxarış əldədir, 105 kvadratdır. Deməli mənzilin foyesidir, giriş hissəsidir. Burada geniş bir yer var. Mebel yığa bilərsiniz. İrəliyə doğru getdikdə burada sanitar qovşağıdır, qəşəng səliqəli formada. Mənzil şəxsi yaşayış üçün ideal olaraq təmir edilmiş bir mənzildir. İri bir qonaq otağıdır. Qonaq otağının iri geniş pəncərəsi evin işıqlanmasının çox super rol oynayır. Kondisionerdir, plazma televizordur. Tam bütün əşyalar qalır. 105 kvadrat 148 min manat. Bu pianino qalmayacaq, gedəcək. Burada uşaq yataq otağıdır. Bütün otaqların işıqlandırılması tam qaydasındadır. Burada yerləşir mənzilimizin əsas yataq otağı. Mebellər hamısı bahalı, keyfiyyətli mebellərdə, ucuz mebel deyil. Söhbət mərkəzdən gedir. Daha gedib A faktda ev çəkib mərkəz demirəm. Mərkəz. Bir nömrəli məktəbin qarşısı. Mərkəz. Mətbəx. Mətbəxdən eyvana çıxış var. Bütün otaqlar, koridor, ev döşəmə istipoldan ibarətdir. Yox, istipoldan ibarət deyil. Kombi sistemidir. Kombiyə baxdım. Kombi sistemidir. Mətbəx mebelidir. Bahalı mebeldir. Paltaryanı, soyucu. Tam hazır əşyalı. 105 kvadrat. Çıxarış əldədir. 148 min manat. Yerləşmə yeri çox əla bir yerdir. Heydər Parkına yaxındır, icra hakimiyyətinə yaxındır, bir nömrəli məktəbə yaxındır. Kapital Bank, xəstəxana, nə bilim. Buradan qəbirstanlıq da yaxındır. Hamısı var. Evlə bağlı əlavə nə sual olarsa zəng edib əlaqə saxlayıb gəlib evə yerindəcə baxa bilərsiniz.